William Einthoven 21 may 1860-cı ildə İndoneziyada doğulmuşdu. Atası hərbi həkim idi və onun vəfatından sonra ailə Hollandiyaya qayıtdı. Atası kimi özü də tibb təhsili alan William əvvəlcə oftalmologiya sahəsində tədqiqatlar aparmışdı. Einthovenə qədər ürək işləyərkən elektrik impulsu yaratdığı artıq məlum idi. 1890-cı ildən başlayaraq Einthoven bu elektrik impulsunu yazmaq üçün elektrometri təkmilləşdirməyə çalışırdı. Simli qalvanometrlə insanın elektrokardioqrammasını yazılması haqqında ilk məqaləsini 1903-cü ildə nəşr elətdirdi. Onun elektrokardioqrafı 270 kiloqram idi və daha sonralar təkmilləşdirilərək 1935-ci ildə kütləsi 11 kiloqrama endirilmişdi. Bu cihaz ürək xəstəliklərinin diaqnostikasında böyük rol oynadı. 1924-cü ildə fiziologiya və tibb sahəsində Nobel mükafatı elektrokardioqrammanın mexanizmini müəyyən etdiyinə görə William Einthovenə verildi.